Hii, gözlərime inana bilmirəm sadəcə. Bugün mağazamdakı geyimləri analiz edirik. O zaman getdik. Başlamaq istəyirəm əlimdəki bu Kotonun gözəl və zərif tulumundan. Bu tulum hər ölçüdə var, amma balaca boy qızların bu tulumu geyinməsi heç məsləhət deyil. Çünki ayaq boyu uzundur və bir balaca boy qızlar ayaq boyumuz qısadır. Ona görə də bizi olduğumuzdan da balaca göstərir. Doğru söz deməkdən heç vaxt çəkinməmişəm. Demək yadımdadır. Valora üçün mal tədarükünə gedəndə ikinci və ya üçüncü idi ki, bu modeli seçdim. Təmiz Türkiyəndi, quzu firmasınındır. Amma mağaza açandan heç soruşulmadı. Bu kofta neçəyədir? Bu kofta nədir? Harandır? Qiyməti, materialı nədir? Heç ümumiyyətcə bu haqqda heç bilmim olmadı. Bilmirəm kəsimimi, biçimimi, formasımı, rəngimi. Yəni anlamadım. Qış sezonunda girmişəm, belə bir materialı satışqa almışammı? Anlamadım. Amma mağazamda yeganə soruşulmayan məhsul bu oldu. Deyirəm ki, mənə də maraqlandıran bir mövzu hələ də aktual qalıb. Satılmayan demək məhsul göstərdim. İndi isə əlində satılan bir məhsuldur. Çox satmışam bu məhsulu, hər rəngin. Amma çox bir maraqlı bir nüans var ki, birinci göstərim bir məhsulu çox qəşəng modeldir, fırfırlı. Hər rəngini çox satdım və həqiqətən bəyənildi. Amma bir dənə bu gözəl qara rəng satıldı və 2 saat ərzində üstümə təzədən qayıtdı. Çox maraqlıdır ki, heç bir problemi olmayan bu məhsul niyə üstümə qayıtdı? Bəzən düşünürəm, acaba başqa yerdə daha mı aşağı təklif edirlər? Yox, kimə olar geyinmək, kimə olmaz geyinmək deyə başlayırıq. Son illərin dərdinə düşməyə triko, makaronka donlarımızdan bəsləmək istəyirəm. Bu don kimə olar? Bu don arıq olan qızlara çox qəşəng olar. Çox gözəl, zərif görsənər, tamamlayar arıq qızlar. Bu don kimə olmaz? Təbii ki, toppuş qızlara, kilolu xanımlara olmaz. Çünki geyinsələr çox da estetiksiz görsənər, çox da bərbad görsənər. Mən bunu görmüşəm, yəni gözlərim yaşamışdı. Yəni bu donu heç geyinməyin kilolu xanımlar. Yəni həqiqətən də transparan bir görünüş petikləri. Mən nə stilistika məşqçiyəm də model yarısı, çünki balaca dünyam var, balaca mağazam var. Həm məhsullarımı göstərirəm, həm də ki, bildiririm. Kim balaca boy qızlara çox demək sözlər dedim geyimlər haqqında. İndi isə keçim uzun boy qızlara. Bu lasindir. Lasini hamımız sevirik. Hər kəs sevir çünki çox rahatdır. Amma çox arıq qızlar, yəni 48-50 kilo qızlar bunu belə geyinir qısa kofta ilə. O zaman da o türklər demiş bacaq ölçüləri kənardan deyə bilmirəm. Necə deyim? Desəm öldürərlər, deməsəm ölürəm. Amma deyə bilmirəm axı, deyə bilmədim. Petikləri. Mən nə stilistika məşqçiyəm də model yarısı, çünki balaca dünyam var, balaca mağazam var. Həm məhsullarımı göstərirəm, həm də ki, bildiririm. Kim balaca boy qızlara çox demək sözlər dedim geyimlər haqqında. İndi isə keçim uzun boy qızlara. Bu lasindir. Lasini hamımız sevirik. Hər kəs sevir çünki çox rahatdır. Amma çox arıq qızlar, yəni 48-50 kilo qızlar bunu belə geyinir qısa kofta ilə. O zaman da o türklər demiş bacaq ölçüləri kənardan deyə bilmirəm. Necə deyim? Desəm öldürərlər, deməsəm ölürəm. Amma deyə bilmirəm axı, deyə bilmədim.